Gününüz xeyirli olsun uşaqlar. 6-cı sinif şagirdləri üçün heyvanlar mühitə necə uyğunlaşır bölməsini öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq etmək hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə keçid etməzdən qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Deməli, bu gün sizinlə heyvanlar mühitə necə uyğunlaşır bölməsinin mövzusunun daxilində yerləşən hərəkət etmək üçün uyğunlaşma, bir də su mühitində yaşamaq üçün uyğunlaşma, yəni suda tənəffüs etmək üçün uyğunlaşma mövzusunun tapşırıqlarının izahına baxacağıq. Əvvəlcə fəaliyyət 1-ə baxaq. Fəaliyyət 1-də deyir ki, şəkillərə əsasən tısbağaları müqayisə edin. Eyler-Venn diaqramı dəftərinizə çəkərək bu canlıların oxşar və fərqli əlamətlərini qeyd edin və müzakirə hissəsində verib ki, yaşadığı mühitdə hərəkət etmək üçün tısbağa hansı bədən hissələrindən istifadə edir? Tısbağaların xarici bədən quruluşu ilə yaşadıkları mühit arasında hansı əlaqə vardır? Deməli uşaqlar, gəlin əvvəlcə quru tısbağasına baxaq. Quru tısbağaları yaşadığı mühitdə hərəkət etmək üçün ön və arxa ətraflarından və bədənin qarın və quyruq hissələrindən istifadə edirlər. Necə hərəkət etmək üçün? Sürünərək hərəkət etməkdən ötürü. Quruda yaşayanlar xüsusilə də bu bədən hissələri vasitəsilə sürünərək hərəkət edir. Ancaq suda yaşayanlarda isə belə deyil. Onların ön ətrafları, eyni zamanda arxa ətrafları kürə şəkilli formasını almışdır. Fikir verin uşaqlar burada. Kürə şəkilli formasını alır və onların suda üzməsinə kömək edir. Amma quruda yaşayanların yəni quruda yaşayan tısbağaların bədəninin üstdən və altdan sümük çanaq əhatə edir. Ətrafları üzəri xüsusi bir pulcuqlarla örtülür ki, həmin o pulcuqların vasitəsilə sürünərək hərəkət etməsi rahatlaşır. Çünki bir növ sürünməsinə kömək edir uşaqlar. Amma su tısbağalarında elə deyil. Su tısbağalarında müqaməti azaldan və suda hərəkəti daha sürətli etmək üçün bədən forması dəyişib. Fikir verin uşaqlar. Su mühitində yaşayan tısbağaların bədən forması ilə quru mühitində yaşayan tısbağaların bədən forması eyni deyil. Su mühitində yaşayan tısbağaların bədən forması onların suda hərəkət etməsini asanlaşdıran bir formaya gəlib çıxmışdır. Eyni zamanda ətrafların quruluşuna fikir verin. Ətrafları sanki bir üzgəc rolunu oynayaraq kürə şəkilli formaya almışdır və rahatlıqla suda hərəkətini təmin edir. Bu baxımdan suda yaşayan və quruda yaşayan tısbağaların bədən formasında dəyişiklik baş vermişdir. İndi keçək digər bir hissəyə. Öyrəndiklərinizi tətbiq edin hissəsi var. Öyrəndiklərinizi tətbiq edin hissəsində belə bir sual var. Şəkildəki heyvan ayaqlarını müqayisə edin. Hər bir ayağın quruluşu ilə yaşayış mühiti arasındakı əlaqəni izah etmək olar. Yəni, necə izah etmək olar? Fikir versək, burada qara toyuq ayağı var, qaz ayağı var, qurbağa ayağı var, bir də dələ ayağı var. Bu qaz ayağı, qurbağa ayağı bir-birinə sanki nəsə ilə bənzəyir. Dələ ayağı da qara toyuq ayağı bir-birinə nəsə ilə bənzəyir. Bunlara bir-birinə bənzədən nədir? Əlbəttə ki, burada qaz və qurbağanın ayaqlarının quruluşuna fikir versək, ayaq barmaqlarının arasında üzmə pərdəsini müşahidə edə bilərik. Bu üzmə pərdəsinin vasitəsilə onların suda hərəkəti daha rahat olur. Amma qara toyuq ayağı ilə dələ ayağına fikir versək, bunların yırtıcı həyat tərzi əsasən də ağaclarda yaşamaları ilə əlaqədar olaraq güclü caynaq hissəsinə və ayaq əzələlərinə malikdir. Bu baxımdan bir-birindən fərqlənmiş olur. Belə. İndi də keçək uşaqlar sizinlə digər bir hissəyə. Suda tənəffüs etmək üçün uyğunlaşma. Suda tənəffüs etmək üçün uyğunlaşmada öyrəndiklərinizi tətbiq edin hissəsində baxaq. Deyir ki, şəklə diqqət edin, hansı canlılar su mühitində yaşamır? Bu canlıların sualtı mühitdə yaşamaları üçün hansı uyğunlaşmalara ehtiyacı var? Gəlin baxalım uşaqlar. Burada əlbəttə ki, nəyi görürük? Köpək balığı görürük, koala görürük, tarakan və balıq görürük. Burada balıq və köpək balığı suda yaşayan, su mühitində yaşayanlardır.
və onların bədən quruluşuna fikir verir uşaqlar. Bədən quruluşu suyun müqavimətini azaldan və suda hərəkəti daha rahat, daha sürətli edən bir bədən formasına malikdir. Suyun müqavimətini asanlıqla yara bilən, suda sürətini artıra bilən bir bədən formasına malikdir. Bu baxımdan deməli, köpək balığı və balıq su mühitində yaşayan, amma tarakan və koalaya fikir verin. Tarakan və koala isə belə deyil. Onların bədən formaları su mühitində yaşamalarına şərait yaratmır. Yaxşı, indi öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Hansı uyğunlaşmalar heyvanların quruda yaşamasına kömək edir? Hansı uyğunlaşmalar? Əlbəttə ki, hansı uyğunlaşma olar quruda yaşamağına kömək edən? Ağciyərlər, yazalım onları uşaqlar. Ağciyərlərlə tənəffüs. Daha sonra ayaqları və digər ətrafları ilə hərəkət etmək. Ayaqları və digər ətrafları ilə hərəkət etmək. Başqa nə ola bilər uşaqlar? Başqa da əgər məsələn quruda yaşayan quşlardan söhbət gedirsə, qanadları vasitəsilə hərəkət etmək. Onu da daxil edə bilərik, qanadlar. Çünki ümumi baxırıq quruda yaşayan heyvanlara. Sonra suda yaşayan heyvanlarda hansı uyğunlaşmalar yaranmışdır? Suda yaşayanlarda isə bunları silək o zaman. Biraz əvvəl demişdik, köpək balığı və balıqlarda onların axıcı, uzunsov bədən forması, axıcı, uzunsov bədən forması. Forması. Daha sonra üçgəclər, gəlsəmələr, yazmayayım hamısını, yaxud da gəlsəməni də yazım. Gəlsəmələr. Başqa nə var uşaqlar? Tısbağalarda dediyimiz kimi kürə şəkilli ətraflar, ayaq barmaqlarının arasında üzmə pərdəsinin olması qurbağalarda və qazların ayağında dediyimiz kimi. Yəni onların hər biri suda yaşamalarına, suda yaşayan heyvanların uyğunlaşmasına aiddir. Sonra üçüncü suala baxaq. Balıqlarda su mühitinə uyğunlaşmaya dair 3 nümunə göstərin. Balıqlarda su mühitinə uyğunlaşmalara aid hansı nümunələri göstərə bilərik? Axıcı uzunsov bədən forması, axıcı uzunsov bədən forması. Forması. Balıqların başqa nəyi var? Üzgəcləri və qəlsəmələr. Belə. Bu şəkildə sizinlə bütün bu tapşırıqları birlikdə izah etmiş olduq. Belə uşaqlar, yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər. Sağ olun uşaqlar.